Azərbaycanın tarixi və mədəni abidələri, milli mənəvi dəyərləri, o cümlədən adət-ənənələri haqqında məlumat toplamaq üçün Respublikanın bir çox bölgələrinə gəzən Belaruslu araşdırmaçılar el televiziyasında olublar. Onlar burada yaradılan şəraitdən heyran qaldıqlarını bildiriblər. Belarus Respublikasının Brest şəhərində yerləşən Filarmoniyanın əməkdaşı Tatyana Kovaleva və gənc araşdırmaçı jurnalist Yevgeniy Kovalev el televiziyasına qonaq olublar. LTV-nin əməkdaşı İnqilab Şirinbəyli onlara telekanalın fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, telekanal fəaliyyətə başladığı gündən Azərbaycan xalqının milli mənəvi dəyərlərinin qorunmasına xidmət etməklə yanaşı, regionda o cümlədən dünyada gedən prosesləri də obyektiv və operativ şəkildə tamaşaçılara çatdırıb. Sonra televiziyanın studiya və iş otaqlarını, həmçinin çəkiliş pavilyonunu gəzən qonaqlar burada yaradılan şəraitdən heyran qaldıqlarını ifadə ediblər. Televiziyanızın böyük studiyası və 4 mərtəbəli olması məni heyrətləndirdi. Bizim milli kanalımız bundan daha kiçikdir. Orada yalnız bir studiyamız var. Amma burada hər proqramın öz studiyası var. Hər şey çox əladır və çox xoşuma gəldi. Qonaqların ölkəmizə səfər etmələrinin məqsədinə gəldikdə isə bir çox şəhərləri səyahət etdik. Bunlardan Gəncə, Şəki, Oğuz, hər şey çox xoşuma gəldi. Fikrimiz var ki, Belarusiya kanalında Azərbaycan haqqında proqram hazırlayaq. Bunun üçün bir çox şəkil və videolar çəkmişəm. Qeyd edək ki, Belaruslu araşdırmaçılar Azərbaycanın tarixi və mədəni abidələri, milli mənəvi dəyərləri, o cümlədən adət-ənənələri haqqında ətraflı məlumat toplamaq üçün Bakı, Gəncə, Mingəçevir, Şəki, Oğuz, Qəbələ rayonlarında və İsmayıllı rayonun Lahaz kəndində olublar. Onu da bildirək ki, ixtisasçı həm musiqiçi, həm də filoloq olan Tatyana Kovaleva Mingəçevir şəhərində doğulub və 1960-cı ilə kimi ailəsi ilə burada yaşayıb. Kamil Balaçiyev, Xəyam Rəsulov, LTV Yevlax.